Değerli müşterilerimiz, Karmaşık mağazası sizler üçün yenilikler etmeye de devam edir. Belə bir gözəl bloknot, qələm, flashkart, eyni zamanda termos dəsti gətirmişik. Üzərinə hər birinin lazer yazı yazmaq olur. Baxın, yanında belə bir flashkartı, belə bir bloknotu, qələmi. Flashkartı çıxardaq göstərək sizlər üçün. Bir dənə bunun zəhmət olmasa açın. 16 GB-lıq flashkartdır. Eyni zamanda belə bir metal termosdur. Yəni əşyaların hər biri metaldır. Hər birinin üzərinə lazer yazı yazmaq olur. Bunun daha göy rəngi, boz rəngi. Daha sonra burada belə bir gözəl model var. Belə bir gözəl bloknot var. Baxın, çox qəşəngdir. Üzərinə istədiyiniz yazını da yaza bilərsiniz. Yəni hər biri lazer yazıya dayanıqlıdır. Ərimir, cırılmır. Bunun mavi rəngi də var. Eyni zamanda bu hissəsi qeyd edeyim ki, sədəfdir. Burada belə bir gözəl modellərimiz çoxdur, həddən artıq çoxdur çeşidlərimiz. Ardı növbəti video və şəkillərdə. Daha sonra burada belə bir gözəl dəstimiz var. Qəhvəyi rəngdə bloknotu, eyni zamanda qəhvəyi rəngdə qələmi və mənim ən çox sevdiyim kofe termosu. Üzəri də eyni zamanda dərəcəlidir. Göstərək sizə, baxın. Çox qəşəngdilər həqiqətən. Bunun da açılma qaydasını göstərim sizlərə. Bu formada. Bunun da eyni zamanda 4 rəngi var. Yaşılı, mavi olanı, qırmızı olanı, eyb yox. Və burada qara rəngi olanı var. Dərəcəli termosdur. Bunun da bloknotu fərqlidir. Təkrar qeyd edirəm, hər birinin üzərinə lazer yazı yaza bilərsiniz. Baxın, burada dərəcəli termosumuz var. Qiymətləri və şəkil videoları sizlər üçün ətraflı paylaşılacaq. Baxın, nə gözəl dəri bloknot gətirmişik. Bu tam dəridir. Bunun sizlərə bir dənə bağla bloknotu. Bu sizlərə belə bir görüntüsünü göstəreyim. Mənim ən sevdiyim məhsullardan biridir. Bu hissəsi lazer yazıya yararlıdır. Qeyd edeyim ki, bunların hər biri plyonkadır, soyulur, yəni cızılmasın deyə hər bir detala fikir vermişik. Eyni zamanda bunun burada belə bir gözəl əlfəcin formasında ipi də var. Vizitka qabıdır. Bunun da üzəri qeyd edeyim ki, plyonkadır. Eyni zamanda qələmi metaldır. Qutunun üzərinə də lazer yazı yazılır. Baxın, mavi rəngdə belə bir gözəl bloknot gətirmişik. Çox qəşəngdir. Bu ilin trendidir. Burada belə bir bloknotumuz da var. Belə bir naborumuz da var. Baxın. Bu formadadır. Bunun da yanında flash kartı, qələmi. Yəni bu ehtiyat pastadır. Yəni qələmin öz içərisində pastası var. Bəzi mağazalarda var, qələmi boş satırlar, pastanın yanında verirlər. Amma biz bunu ehtiyat pasta olaraq vurmuşuq. Bunun belə bir çeşidi də var. İçərisinin vərəqləri dəyişilə bilən bloknotdur bu. Göstərək sizlərə. Baxın, bu formada vərəqləri dəyişilir. Yəni biz 1 ədəd, 5 ədəd mal vurmuruq. Baxın çeşidlərimizə. Dəyərli müştərilərimiz, çeşidlərimiz o qədər zəngindir ki, bir videoya sığışdırıb qutara bilmirəm. Sizlər üçün 3-4 video çəkmişəm ki, hər birini sizlərə təqdim edeyim. Baxın, bunun üzərinə lazer yazı yazılır. Eyni zamanda bu hissəsi təkrar qeyd edirəm. Plyonkadır ki, cızılmasın. Burloksuz olmazdı. Burlok bizim mağazamızın bel sütunudur. Vizitka qapısı, qələmi. Bunun da 3-4 rəngi var. Keçək buradakı bloknota. Mənim ən sevdiyim bloknotlardan biridir. Yaşıl rəngdə qələmi var. Ehtiyat pastasıdır. Təkrar qeyd edirəm. Hər birinin 3-4 rəngi var məhsulların. Yəni bir rəng deyil. Belə bir gözəl cibi var. Telefon üçün və yaxud sənədlər üçün. İçərisi də ana dili vərəqləri iləndir. Daha sonra burada belə modellərimiz var. Baxın, bu da mənim ən sevdiyim bloknotlardan biridir. Üzəri lazer yazıya yararlıdır. Eyni zamanda bu hissəsi plyonkadır. Təkrar qeyd edirəm. Bunlar cızıq deyil, dəyərli müştərilər. Bunlar plyonkadır. Hər biri soyulacaq. Baxın içərisinə. Kart qoymağa yeri, cibləri, içərisinin vərəqləri, eyni zamanda vərəqləri dəyişilə biləndir. Bunun da 3-4 rəngi var. Yaşılı, göyü.
Değerli müşterilerimiz, sizlere daha bir şedevr məhsulumuzu göstereyim. Bakın, çox qəşəngdir həqiqətən. Kodlu bloknotdur. Kodunu dəyişmək olur. Üz qabığı yapışmayıb iç hissəsinə. Yəni bu üz qabığıdır. Dəyişdirmək olur bloknotun içərisi. Bitdisə dəyişib başqa bir bloknot, dəftərçə, hər hansısa bir kitabı belə qoya bilərsiniz bunun içərisinə. Eyni zamanda yanında qələmi. Üzərinə təkrar qeyd edirəm. Lazer yazı yazan müştərilərimiz yazı yaza bilər. İçərisinin üzərinin kodu da dəyişilə bilir. Bu formada sıxıb saxlayırsınız, istədiyiniz kodu yazırsınız, olur həmin kod. Bu formada da açılır.